Müxtəlif dedektiv həyat hekayələri yazmısınız. Bəs özünüzün o aləmin insanları ilə təmasınız olubmu? Yaxud o aləmdən sizdən nəsə yazmağı, hansısa xəfiyyənin, yaxud kriminal avtoritetin obrazını yaratmaq istəyən olubmu? Yox, bir dəfə özüm düşündüm ki, bəlkə birini yaradım, amma nəsə açığı fikirləşdim ki, oxucularım yaraşdırmaz mənə bəlkə də. Onların içində mənim kitabımı oxuyanlar var. İstər-istəməz adam öz həmyerlisidirsə fəxr edir. Məsələn, bir oğlan vardı, cavan oğlan. O, Moskvada həbsxanada yatırdı və Azərbaycana xəbər göndərirdi qohumlarına ki, İlxan İlatlının kitablarının çıxdıqca, çap olunduqca mənə göndərin və oxuyurdu. Və oradakı həbsxanada hamıya o ağalıq edirdi, belə deyək də. Ondan mənə xəbər çatdıran adamlar var idi. Bir dəfə, məsələn, mən bir həyəcan keçirdim onun üçün. Mənə oradan dedilər ki, başqa bir həbsxanada olan bir Gürcüstanlı, bir 50 yaşında bir kişidir. Baş kəsənin biridir da. Onun yerini dəyişib gətirirlər bu oğlanın olduğu yerə. Və böyük ehtimalla bunun artıq həyatına son qoyulacaq burada. Və mən onda həyəcan keçirdim, öz həmyerlimdir. Və bir həftə, 2 həftə sonra soruşdum. Dedilər ki, bizimki onu diz çöktürdü. Nə qədər qürurlandım. İndi bunu bir yazıçı deyir. O əslində o oğlan böhtana düşüb həbs olunmuşdu. Ümumilikdə bir iş görülmüşdü, onun üstünə atmışdılar nədirsə. O da orada hətta erməni əl olmuşdu. O da gedib həbsdə yatmışdı və demişdi ki, mən onun cəzasını çıxandan sonra verəcəm. Yəni bir növ günahsız yatmışdı. Amma yenə də ayrıca yazmaq istəmirəm onlardan. Onun öz sahəsinin adamı vardı da, indi bilmirəm, rəhmətə gedib deyəsən o.